Tərəfləri 6 və 4 sm olan paralleqramın diaqonal arasına iti bucağı 60 dərəcə olarsa paralleqramın sahəsini tap. Paralleqramımızı çəkək və tərəflərini adlandıraq və verilənləri biz adlandıraq. Deməli, burada paralleqramımız A, B, C, D olsun bura. Diaqonallarımızı da çəkək və onlar arasında qalan iti bucağımız 60 dərəcədir. Bura 60 dərəcə. Böyük tərəf, paralleqramın böyük tərəfləri 6 və kiçik tərəfləri 4. Belə bir sahə düsturu var paralleqramda. SABCD bərabərdir 2-də 1, böyük tərəfin kvadratı çıxılsın kiçik tərəfin kvadratı vurulsun tangens F. Tangens F bu diaqonal arasından qalan bucaq deməkdir. Bunu əsasən yazar bilərik. SABCD bərabərdir 2-də 1, böyük tərəfimiz 6-dır, kvadratı 36, kiçik tərəfimiz 4, kvadratı 16, 36 çıx 16, tangens 60 dərəcə. Vur tangens 60 dərəcə. 2-də 1, 36-dan 16 çıxsam 20, vurulsun 20. Tangens 60 dərəcədə də kök altında 3 alacaq. Deməli, 20 ilə 2 ixtisar gedər, 10 qalar. Bərabərdir 10 kök altında 3. Cavab 10 kök altında 3 santimetrin kvadratı olacaq.